Bağışlayan və mehriban uca Allahın adı ilə. Əziz izləyicilər, biz keçən verilişimizdə Quranda elmi ayələr varmı mövzusundan danışırdıq ki, dedik, nümunə təfsirində 14 dənə mövzu var ki, onlara işarə olunub. Mən başlıq olaraq istəyirəm onları deyəm və növbəti verilişlərdə onların hər biri haqqında qısa da olsa sizlərə məlumat verəcək inşallah. Birincisi budur, göylərin ulduzlarla bəzənməsi. İkincisi, ulduzların tutduqları mövqeylər və onların hərəkətləri, hərəkət yolları. Üçüncüsü, günəşin hərəkəti. Dördüncü, yerin hərəkəti. Cazibə qanunu, yerin yağışın vasitəsilə əkinə hazırlanması. Bitkilərdə cütlük, enerjilərin tükənməsi. Doqquzuncusu, bütün cisimlərin atomlardan təşkil tapması. Onuncusu, bal arısının ictimai yaşayışı. 11. İnsanların laxta qandan yaranması. Təbii ki, bu günləri elə bu mövzuların hər biri haqqında təbii ki, əks məlumatlar da var ki, çalışdığımız qədər bunlara cavab verəcəyik. Mən bir yerdə şahidi oldum. Deyirlər ki, Allah Quran-ı Kərimdə buyurur ki, İqra bismi rabbikəl-ləzi xalaq, xalaqal insana min alaq. Oxu səni yaradan Rəbbinin adıyla. O Rəbbin ki, səni ələqdən. Ələq, yəni qan laxtası mənasını daşıyır ki, bəziləri deyir ki, qan laxtası ölmüş bir şeydir. Onu necə yarada bilər? Allah elə bizi bir zamanlar öləndən sonra da yenə də yaradacaq. Bu bizim əqidəmizdir. Amma təbii ki, elmi cavabı da bunun veriləcək inşallah. 12-cisi, ana bətnindəki o varlıq ki, biz ona insan da deyə bilmərik, amma o varlıq formalaşması, o varlığın formalaşdıqca sümükdən sümüyə çevrilməsi. 13-cü məsələ, hündürlüklərdə havanın qatı şəkildə olması və 14-cüsü, dağların köklərinin bir-birindən ayrı olması məsələsidir ki, bunların hər biri elmi məsələlərdir və bu elmi məsələlərə Qur'an-ı Kərim işarə eləyib. Bu işarələr Qur'anın Allah yanından olduğunu göstərir ki, 1400 il bundan öncə bu şeylərdən heç kəsin xəbəri belə yox idi.